Mətbuat nümayəndələri siyasətçidən müsahibə almağa çalışarkən jurnalist Argentina prezidenti Javier Milei'nin üzünə mikrofonla zərbə vurub. Bu barədə Infovolis xəbər verir. Nəşrin məlumatına görə bu, siyasətçi yerli qanunvericiliyə seçkilərdə səs verdikdən sonra Buenos Aires'dəki Milli Texnologiya Universitetini tərk eləyərkən baş verib. Onlarla jurnalistdən birinin səhvən liderə mikrofonu vurması onu qəzəbləndirib. Məni qəsdən vurdun, deyə siyasətçi soruşub. Müxbir sonda ondan üzr istəyib. Vale por el costado. Cuidado, ten cuidado. ¿Yo? No, ¿cómo?